Siz Azərbaycan xalqı nə ilə öyünməlidir? Azərbaycan xalqının daha şəxsiyyətləri var və keçmişini bilərək gələcəyini addım atan bir xalqdır. Mən belə fikirləşirəm ki, bunlarla belə. Azərbaycan xalqı mənə elə gəlir ki, dövlətinin olmağı ilə öyünməlidir. Çünki dünyada kimdən çox millət var, bunun hər birinə dövlətli olmaq nəsib olmur. Azərbaycan xalqı ən azından belə deyək də müstəqil yaşamaq hüququna malikdir. Yəni özünün bayrağı var, gerbi var. Məncə bununla dövlətin olmasın. Əvvəlcə öyünməli tərəfi, yəni ən sevdiyim tərəfi odur ki, milli dəyərlərinə, adət-ənənələrinə çox qiymət verən bir millətik. Yəni bu xüsusiyyətini çox sevirəm. Amma bu xüsusiyyəti bəzən mentalitetə gətirənlər də var. Yəni bu xüsusiyyət heç bir tərəfdən də heç buna görə də yaxşı deyil. Bundan əlavə çox yaxşı neftimiz var, pulumuz var. Halbuki xalq bundan dəyərlənməsə də, yəni qiymətləndirilməsə də bu xüsusiyyəti də yaxşıdır. Yəni qazanmağı çox yaxşı bilən millətik. Və gündən-günə çiçəklənirik. Vətənpərvərliyi ilə. Məncə Azərbaycan xalqı milli dəyərləri ilə, tarixi ilə öyünməlidir. Özünə mənsub olan və ən yaxşı elədiyi şeylə öyünməlidir məncə. Yəni bu arada mən bu sualı musiqi olaraq dəyərləndirirəm deyə bu cavabı verirəm. Məsələn, musiqidə ən yaxşı nəyi bacarır? Hal-hazırda Fransaya, nə bilim başqa ölkələrə gedib nəyi nümayiş elətdirir? Muğamə həqiqə özü ilə də, o ilə də yəni öyünsün. Amma elə gəlir ki, məsələn, rap Amerikaya məxsusdur. Mənə elə gəlir ki, Azərbaycan dilindən ingilis dilini bilən və rapi bacaran insanları qabağa çəkib onları yol açsalar, bir amcımaya buraxsalar, yəni o ilə də polunu öyrənə bilərlər. Məsələn, mən əminəm ki, Azərbaycanda mən özüm şahidəm ki, heç başqalarını deyirəm, heç özümü saymıram. Yəni nə qədər istedadlı gənclər var ki, Amerikaya getsələr, bir dənə ingilis dilini öyrənsələr, hər şeylə yəni partlara bilərlər. Prosta maya yoxdur. Nəinki maya heç burada yəni qala-qala da pul qazana bilmirlər. Nəyinə öyməli deyəndə mən bu suala nə bilim siyasi, tarixi, mədəni belə şeylərlə cavab verməyəcəm. Prosta bir dənə ona cavab verə bilərəm ki, nə yaxşı bacarsa o ilə də öyünsün də nə bilim. Hələ ki öyünləsi çox şey yoxdur, amma ümid edirik ki, gələcəkdə olacaq və öyünəcəklər. Məncə bizlə öyünməlidir elə, gəncləri ilə yəni. Fikrinizi izah edə bilərsiniz? Yəni, məncə gənclər daha vacibdir demək olar. Yəni, keçmiş dövrün insanları da vacibdir. Yəni, bu inkişaf eləməkdə məncə gənclər daha uğurludur. Yəni, bizə dəyər versələr yaxşı olur. Məncə xalqın mehribanlığı ilə, bir-birinə qarşı mehribanlığı ilə. Başqa bir şey, öyünəcək bir şeyimiz yoxdur məncə. Oxumayıb, qiymət yazdıran tələbələrinə öyünə bilər. Eyni ilə rüşvət alıb qiymət yazan müəllimlərinə öyünə bilər. Seçkilərdə iştirak edən həmin o müəllimlərinə yenə bir daha öyünə bilər. Targovda elə bütün gün gəzən o avara gənclərinə öyünə bilər. Ciddi desəm, daha doğrusu, musiqisi ilə öyünə bilər. Ona inkişaf elətdirsə də ondan öyünmək olar. Amma əsas məsələ şeydir, o Targovda gəzən şeylərdir, nə deyirlər ona, ərgənlərdir. Məncə də. Sizcə də. Məncə gənclərlə öyünməlidir, çünki mənim ətrafım və özüm də daxil olmaqla gənclər hamısı çox ürək açanlar, yəni öyünməli olan tək şey gənclərimizdir. Bu dəqiqə demək istəyirəm ki, heç şeylə öyünməli deyirlər.